Herkese salam dostlar, yeni videoma xoş gəlmisiniz. Bugünkü videoda sizə çox gözəl çiçəklər göstərmək istəyirəm. Bildiyiniz kimi dostlar, mən rayondayam və rayona getmişkən rayondakı qonşumuzun çiçəklərini sizə çəkib göstərmək istəyirəm. Yadınızda isə keçən dəfə rayondan gələrkən 3 dənə çiçək gətirmişdim. Həmin çiçəkləri bu gözəl xanımdan gətirmişəm və indi də onun çiçəklərini sizə çəkib göstərirəm. Çox gözəl çiçəkləri var dostlar. İzlərkən maşallah deməyi unutmayın. Gözəl qonşumuz da mənim kimi gəranları çox sevir. Ona görə də mən hər səfərində gələrkən ona gəranlardan hədiyyə gətirirəm. Keçən dəfə yadınızda isə dostlar, mən də rayondan gələrkən bu gözəl begoniyadan, Sırğa gölündən və qırmızı rəng dikenlər tacını almışdım. Həmin bu gülləri bu gözəl xanımdan almışam. Mən də özümdə olmayan çiçəkləri görəndə götürürəm dostlar. Bu gül formasında olan begoniyanı görürsünüz dostlar. Maşallah olsun, çox gözəl bir şəkildə böyüyüb, çox gözəl görsənir.
Əgər kanalıma hələ də abunə deyilsinizsə, abunə olmayı, rəy bildirməyi, like işarəsinə basmayı unutmayın. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Yeni videolarda inşallah görüşərik. Sağ olun, salamat qalın.